Salam 5-ci sinif şagirdləri, əziz qrupumuzun izləyiciləri. Demək, mən bu qrupda sizlərlə 5-ci siniflərə aid olan lisey sınaqlarını paylaşacağım. Qrupumuza qatılmaq üçün aşağıda qeyd etdiyim əlaqə vasitələrindən bizlə əlaqə saxlaya bilərsiniz. 21-ci sualımıza baxaq. Əslində burada qeyd olunmayıb hansı ilin qəbulu və yaxud da sınağı olduğu. Sınaq 1 olaraq qeyd edəcəm və cavablarını videolarında o şəkildə atacağım sizlərə. Deməli, sualımız belədir ki, birinci sualımız. Bizə deyir ki, ABC müxtəlif natural ədəddir. Baxın, şərt verir ki, burada ABC müxtəlifdir. Yəni, biri 1-dirsə, digəri 2, 3 şəklində ola bilər. Və mənə deyir ki, A plus B bərabərdir. A vuraq C 32 olarsa, B vuraq C hasilinin ən kiçik qiymətini soruşur. Ən kiçik qiymətini soruşursa, mən burada nə yaza bilərəm? Mən A-ya da, baxın, belə yazaq da, A plus B-də 32-dir. A, C hasili də 32-dir. İndi mən A-ya elə ədəd yazmalıyam ki, üzərinə B gələndə də 32 eləsin, C-yə vuranda da 32 eləsin və ən kiçik qiymət istəyir. Ən kiçik qiymət istəyirsə, mən A-ya ən böyük qiymət verməliyəm. Hasilə görə. Nəyə görə? Çünki mən A-ya 16 versəm, B də 16 olacaq. Ona görə 16-mız olmur. Mən verirəm A-ya 20, A-ya verirəm 8. A-ya 8 verəndə C 4 olacaq. Düzdürmü? 16 verə bilmədiyimə görə A-ya 8 verirəm. A 8 olanda C 4 olacaq. A 8 olanda B 24 olacaq. Aydındırmı? B 24-dür. C-də 4-dür. Və məndən də deyir ki, 24 ilə 4-ün hasilini tapın. Yəni, B-C hasilini tapın. 24-ü də 4-ə vuranda eləyəcək 96 B variantı. Yəni, bu tip sualları tapmaq çox çətin deyil. Sadəcə bizə verilən şərti diqqətlə dinləmək, diqqətlə oxumaq və mənimsəmək lazımdır. Tələsib, cavabda bu variant var, bu variant var götürməyə ehtiyac yoxdur. Bizim uşaqların bir nömrə problemi dərsdə, imtahanda tələsməkləri olur. 22-ci sualda. 22-ci sualda deyir ki, aşağıdakı şəkil bir vuraq bir ölçülü kvadratlardan əmələ gəlmişdir. Şəklin 80%-nin mavi rəngli olması üçün daha neçə kiçik kvadrat mavi rəngə boyanmalıdır. İlk öncə baxaq görə şəkildə neçə kvadrat var? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Ümumi 25 kvadrat var. Düzdürmü? İndi gəlin 80%-ni tapaq. 25-in 80%-i uşaqlar necə tapılır? Ədədin 80%-i ədədi vurursan %80-ə. 25 ilə 100-ü ixtisar edirəm. Yəni 100-ü 25-i 25-ə bölürəm 1, 100-ü 25-ə bölürəm 4. Eləyəcək 20. Yəni 25-in 80%-i 20 eləyəcək. 25 dənə damadan 20-si rənglənməlidir. Gəlin sayaq görək neçə dənəsi rənglənir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənəsi rənglənibsə 20 çıxaq 12 bərabərdir. Daha neçə dənəsi rənglənməlidir? 8 dənəsi. O da bizim D variantımızda var. 23-cü sualda deyir ki, şəkildə 3 kvadrat verilmişdir. K n parçası 12 santimetrdir. Bu 3 kvadratın perimetrləri cəmi neçə santimetrdir? Mən ilk öncə bu hissiyə bir dənə 2 deyə bilərəm. Balacadan başlayaq. Bu hissiyə 4 deyə bilərəm. Deməli, 2 birindədir, 4 birindədir, 6-sı istifadə olunursa bura 6 deyirəm. Və mənə deyir ki, bu kvadratın perimetrləri cəmi neçə santimetrdir? Bunun bir tərəfi 4-dürsə, perimetri 24-dürmü? 4 vuraq 4. 4 vuraq 6. 4 vuraq 4, 24 eləmir. 16 eləyir. Perimetri 16. Perimetri 24. Perimetri 8. İndi mən bunu hesablayım. Neçə eləyəcək? Gəlin ilk öncə 10 tapaq. 16 ilə 24-ü toplayaq. Üzərinə də 8 gələk. Deməli, bir dəqiqə gözləyək.
16 ilə 24'ü toplayanda 0, 30, 40, 48. Deməli, bu kvadratların perimetrlərini topladım. Mən alacağım neçə? 48. C variantı. 24-cü sual. 24-cü sualda deyir, tənliyi həll edin. Mən bu tənliyi həll etmək üçün bir qayda deyirəm sizə. N vurulsun 12 tam 345 bərabərdir. Buradan görürəm ki, hər ikisində ortaq 12 tam 1345 var. Düzdürmü? Bunu ortaq vuruq çıxarsam, burada qalacaq 12, üstə gələk, burada qalacaq 16. Aha. İndi mən bu hər iki tərəfdən də 12 %35'e bölürəm. Olacaq n bərabərdir 12 üstə gələk 16. N də bərabərdir 28'e. Bax, vurmanın xassəsinə əsasən, vurmanın qruplaşdırma xassəsinə əsasən ortaq vuruq çıxartdım və n vurulsun 12 tam 135 bərabərdir 12 tam 135 vurulsun 12 üstə gələk 16. 12 tam 345 hər iki tərəfdə olduğuna görə ixtisar edirik və cavabımız deyiləcək 28 D variantı. Özümüz yazdıqca bunu kənarda qeyd edirəm, çıxarış edirəm və qruplarınıza bu şəkildə atacağım. 25. Uşaqlar, bir də bir şey deyim sizə, şagirdlərimə demişəm, ola bilər imtahanda sizə qaralama çatmasa, nəzarətçidə qaralama olmasa və yaxud da vaxtımız qaralamaya görə çox keçsə, elə misallar var bizdən izah tələb eləmir. Onların altını bacardığınız qədər, əgər izah tələb eləmirsə, şifahi tapa bilirsinizsə, şifahi tapmaq tələb olunursa, onların arxasını boş qoyanda, onların ardı boş qalanda da, altı boş qalanda, sizə çatışmayan hissəsini, yəni sizin lazım olan boş yerini o hissədə hesablaya bilərsiniz. Məsələn, deyək ki, bu misalın hesaplamasını sizə yer çatmadı. Və biz 25-ci sualın altı şifahi tapmışıq və altı boşdur. Buradan hesablaya bilərsiniz. Yəni, düşünməyin ki, mən qaralama yoxdur, mən harada hesablayacağım. Vərəqdə sizə yetərincə yer olacaq. Ona görə heç nə sizi stresə salmasın. 25-ci sualda. 25-ci sualda deyir ki, 7-də 4 böyükdür. A çıxılsın 2. Bu da 8. Mən bunun məxrəclərini bərabər eləmək üçün bunun hər iki tərəfini 2-yə vururam. Olacaq nə? Məxrəc sürətlər bərabərdirsə, deməli məxrəclər də bərabərdir. A çıxılsın 2, kiçikdir, 7 vuraq 2, 14-dən. Burada da A kiçikdir, 16-dan olacaqdır. Düzdür, 14-ün isə 2 gəlirəm. Və deyir ki, A-nın yerinə yazıla biləcək ən kiçik natural ədəd. 16-dan kiçik, ən kiçik natural ədəd olacaq 15. 15 də bizim B variantımızda var. Bu hissəni nədir? Sürətlərini bərabərləşdirdik və yazdıq. 26-cı sualda. Deyir, 5 tam 10'da 2 ilə 5 tam 135 arasında baxaq gör neçə nöqtə var. 1, 2, 3, 4, 5 dənə nöqtə var. Düzdürmü? Aha, indi biz nə edirik? 5 tam 135'dən 5 tam 135'dən 5 tam 10'da 2 çıxıram. 5, 1, 0'dan 115 qalır. Baxın, buradan bura qədər 5 dənə nöqtədir. 5 tam 135'dən də 5 tam, bax, 5 tam 135'dən 5 tam 10'da 2 çıxanda qalır 0 tam 115. 0 tam 115'i də 5 dənə nöqtədir. 5'ə bölürəm, eləyəcək 0 tam %3. Düzdürmü? 0 tam %3'dür. Yəni bir nöqtəmiz 0 tam %3 eləyəcək. Sonra 0 tam %3'dürsə burada eləyəcək 125 tam %23. Burada eləyəcək 5 tam %26. Burada eləyəcək 5 tam %29. Aydındırmı? Hansı variantdır? A variantı edəcək. A variantı. 27-ci sual. 27-ci sualda nə deyir? Aha, diqqətlə qulaq asaq. Deyir ki, bir sinifdə olan şagirdlərin 0-dan %25 hissəsi. 0-dan %25 hissəsi. Bir yazırsın. 0-dan %25 bir dəqiqə. 0-dan %25 x
bərabərdir qız şagirdlərinin 5də 1 hissəsinə. 5də 1-i mən onluq kəsr şəklində yazsam 0,2 eləyirmi? Mən elə onluq kəsr şəklində yazmışamsa, yazım 0,2 y. Oğlanlara x deyirəm, qızlara y deyirəm. Bərabərdir. Və deyir ki, sinifdə 20 qız var. Onda 2 hissəsi 20 olan ədəd neçədir? Onda 2 hissəsi, sinifdə 20 qız varsa, 25-də %25, 4də 1 hissəsi. Sinifdə deyir 20 qız varsa, indi belə yazaq da. Mənə demirmi ki, 0,25 hissəsi qız şagirdlərinin 5də 1 hissəsinə bərabərdir. Qız şagirdlərin 5də 1 hissəsi. Sinifdə 20 dənə qız var. 20-nin 5də 1-i neçədir? 5də 1. Bərabərdirmi 4-ə? Ay sağ ol. Qızların sayı 4'dür. İndi 0'dan %25. %25 ədədini bərabərdir. 25'e ixtisar eləyəndə 4'də 1 eləyirmi? 4'də 1 hissəsi 4'ə bölən ədəd. 4'ə bərabər olan ədədi tapmaq üçün nə edirdik biz? 4'ü bölürdük 4'də 1'ə. Onda da 4'ü vururduq 1'də 4'ə. O da eləyəcək 16. İlk öncə 20 qız şagirdlər saysan, oğlan şagirdlər neçə dənə qız şagirdə bərabərdir? Ümumi qızların 5'də 1-nə. 20'nin 5'də 1 hissəsini tapıram 4'də 1. Və 4'də 1 hissəsi Dörtdə bir hissəsi 4 olan ədədi tapıram. O da eləyəcək 16 B variantı. 28-ci sual. 28-ci sualda deyir ki, 376 tam 412 ədədində təkliklər və yüzdə birliklər mərtəbəsindəki rəqəmləri yerini dəyişdirsək, ədəd nə qədər azalar? Ədədimiz 376 tam 1000-də 412-dir və nəyin yerini dəyişir? Təkliklə yüzdə birlər 374 tam 612 olacaq. Düzdürmü? Mən deyim nə qədər azalar? Çıxırıq. 0, 0, 8, 5'dən 4, 1, 0. 1,8 vahid azalar. Hansı variantdır? D variantı. 29-cu sual. Deyir ki, aşağıdakı veriləndən neçəsi doğrudur? Müxtəlif tərəfli üçbucaq hər zaman iti bucaqlı üçbucaqdır. Xeyr. Nəyə görə? Çünki bunun müxtəlif tərəfi var. Məsələn, belə də yaza bilərəm mən. Hər zaman iti bucaqdırmı? Yox, bunun kör bucağı var. Müxtəlif tərəfli belə yaza bilərəm. İti bucaq ola bilər. Müxtəlif tərəfli bucaq belə yaza bilərəm. Yəni, bunlar hər zaman bucaqları iti bucaq olmayacaq. Kör bucaq da ola bilər. Sonra, kör bucaqlı üçbucaq bərabər yanlı ola bilməz. Kör bucaqlı üçbucaq bərabər yanlı ola bilməz, səhvdir. Kör bucaqlıdır, bərabər yanlı ola bilər. Çünki bu kör bucaq hissəsinə birləşən hissə bərabər ola bilər. Düzbucaqlı üçbucaq bərabər yanlı ola bilər, bu düzdür. Bərabər tərəfli üçbucaq iti bucaqlı üçbucaq sayılır, düzdür. 2 dənəsi nədir? Doğrudur. 30-cu. Baxın, bunun altı boş qaldığına görə hesablamanızı rahat şəkildə 29-cu sualın yanına yaza bilərsiniz. Deyir, məktəbdə valideyn icrası saat 15:00-da başladı. 15:00-da başlayır, yəni saat 3-də başlayır. Və 1,5-2 saat, ilk öncə 1,5-2 saatı tapmaq üçün ədədi qarşı kəsri düzgün olmayana çevirək. 5'də 7 saat, düzdürmü? 5'də 7-ni də vuram 60'a. 1 saatımız 60 dəqiqədirsə, bunun dəqiqəsini tapmalıyam. Olacaq nə? 6'yı 60'dan 5'i ixtisar edəndə 12 qalır və 12'yi də 7'yə vuranda eləcək 84. 1 saat 84 dəqiqəmiz neçə saat neçə dəqiqədir? 1 saat 24 dəqiqə, düzdürmü? 24 dəqiqə. 15:00-ın üzərinə 1 saat 24 dəqiqə gələndə eləyəcək 16:24 A variantı. 31-ci. Ədədin 0,2 faizi 12'yə bərabərdirsə, yəni %12'si
%12'si 12'ye bərabərdirsə, 3% hansı ədədə bərabərdir? Aha, bunu tənha şey kimi yazaq. Çarpazlama şəklində yazaq. 0,2% 12-dirsə, 3% x-dir. Düzdürmü? Bunu çarpaz şəkildə vursam, olacaq 3 vuraq 12 bölünsün 0,2. 3'ü 12'ye vuranda 36. 0,2'ye də böləndə baxın uşaqlar. Bunun hər tərəfini 10'a vururam ki, mənim onluq cəsirim azad olunsun. 10'a vuranda 0 ilə vergül gedir. Bu da eləyəcək 360. 360'ı da 2'ye böləndə ədədimiz eləyəcəkmi? 180. Yəni cavabımız olacaq 180 D variantı. 32-ci sual. 32-ci sualda nə deyir? 32-ci sualda deyir ki, dəyişənlərin x bərabərdir 8, y bərabərdir 12 qiymətlərində x üstəgələ 2y bölək z kiçikdir 6 bərabərsinin ödənməsi üçün z-in ən kiçik natural qiyməti neçə olacaq? İlk öncə ifadələrimizin qiymətini yerinə qoyaq. 2 vuraq 8 isə 16 üstəgələk. 3 vuraq 12 isə 36 bölünsün z üstəgələk 6 kiçikdir 10'dan. Bu cəm eləyəcək 2, 4, 52 bölək z bərabər, daha doğrusu kiçikdir. 10'dan 6 çıxanda 4'ə. Düzdürmü? İndi z'i tapmaq üçün 52-ni 4'ə bölməliyəm. 52-ni 4'ə böləndə 13 mü düşür? Z kiçikdir 13'dən. 13'dən kiçik ədəd hansıdır? 12. Aydındır mı? 13'dən kiçik ədəd, 13'dən kiçik bir ədəd 12'dir. Riyaziyyat sözündəki hər bir hərf fərqli kartın üzərində yazılaraq qutuya atılır. Təsadüfən seçilən bir kartın üzərində Y hərfinin olması ehtimalı A hərfinin olması ehtimalından nə qədər çoxdur? Baxın, riyaziyyat sözündən ümumi, mümkün halda neçə dənə rəqəm var? Hərf var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. İndi deyir, mən buradan Y hərfini tapmalıyam. Düzdürmü? Y hərfini. Y hərfi neçə dənədir? 1, 2, 3 dənə. Onda 3. A hərfi neçə dənədir? Onda 2. Mənə deyir ki, Y hərfi A hərfinin olması ehtimalının nə qədər çoxdur? Yəni, onda 3 çıxaq. Onda 2 bərabərdir. Onda 1. Bu da bizim A variantımızdadır. 35-ci sual. Daha doğrusu 34-cü sual. Deyir ki, 34-cü sualda 84 ədədinin natural bölənlərinin sayı n-dir. N-in natural bölənlərinin sayını tapın. İndi 84'ü vuruqlarına ayıraq. 2'yə 42, 2'yə 21, 3'ə 7, 7'yə 1. 84 2'yə 42, 2'yə 21, 3'ə 7, 7'yə 1. Düzdürmü? 2 üstündə 2 vuraq, 3 üstündə 1 vuraq, 7 üstündə 1. Natural bölənlərin sayı 2 plus 1 vurulsun. 1 plus 1 vurulsun. 1 plus 1 formasında yazılır. Yəni üstündəki qüvvətlərin üzərinə 1 gəlir, bir-birinə vurulur. Olacaq 3 vuraq 2, vuraq 2 bərabərdir 12. Və mənə deyir ki, 12'nin deyir natural bölənlərin sayını tapın. İndi 12'yi də yazanda 4 vuraq 3, 2 üstü 2 vuraq 3 üstü 1. Düzdürmü? Bu şəkildə yazsam, o da eləyəcək 3 vuraq 2 bərabərdir 6 D variantı. 12'nin natural bölənlərinin sayı 6 dənədir. Növbəti sualımız. 35-ci sualımız. 35-ci sualda deyir ki, aşağıdakı böyük kubun daxilinə eyni ölçülü kiçik kublardan bir neçəsi yerləşdirilmişdir. Böyük kubu tamamilə doldurmaq üçün əlavə neçə kiçik kuba ehtiyac var. Gəlin görək neçə dənədir? 1, 2, 3, 4 dənə. 4 dənədirmi? 4'ün kubu eləyəcək 64 dənə olmalıdır onun içində. Və bizdə neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənədir. 64'dən də çıxıram 10 dənəni, qalacaq
54 B variantı. Bütün suallarımızı çıxartmaya çalışacağım. Çalışacağım bu videoya sıxsın. 36. sual. 36. sualda nə deyir? Düz bucaq şua ilə iki bucağa bölünmüşdür. Düz bucaqdır. Şua ilə iki bucağa bölünmüşdür. Alınan bucaqlardan birinin dərəcəsi, birinin x-ı, digərinin dərəcəsinin 2 mislindən 15 dərəcə böyükdür. 2x plus 15. Düzdürmü? Böyük bucaqla kiçik bucağın fərqini tapın. İlk öncə mən düz bucağın daxilində yazıramsa, mən bura yazmalıyam ki, bu bucaqların cəmi neçəyə bərabərdir? Yəni x-la 2x plus 15-in cəmi 90-a bərabərdir. 3x bərabərdir. 90-dan 15 çıxanda neçə qalır? 90-dan 15 çıxanda 5, 75. Düzdürmü? 75 qalacaq. X da bərabərdir 25-ə. X 25-dirsə, bucağın biri 25-dir, biri 50, 65-dir. Və mənə deyir ki, bu bucaqların fərqini tapın. 65-dən də 25 çıxanda bizə verəcək cavabımız 40 A variantı. 37. sual. Deyir ki, mağazadakı saatların hər biri 52 manata satılarsa, 180 manat gəlir əldə edilir. 44 manata satılarsa 100 manat ziyan olar. Aha, mağazada neçə saat var? Aha, indi. Belə yazaq. Mən belə yazmanın tərəfdarıyam. Əgər 52x-a, neçə dənə saat var bilmirəm. 52x-a satılarsa 180 manat gəlir plus 180. Bərabərdir. 44 manata satılsa minus 100 manat ziyandadır. Belə bir tənlik qurmaq istəyirəm. 52-dən 44 çıxanda neçə qalacaq? Olacaq burada 8. Düzdürmü? 8x bərabər. 180-dən də 100 çıxanda üstə gəlir daha doğrusu. Baxın burada mənfidir. 280. Görək 280 bölünəcəkmi hələ 8-ə? 280. 280-i 8-ə bölsəm 3 dəfə 24, 35. X bərabər eləyir 35. Deməli, neçə dənə saat var? 35. Bu tip məsələləri uşaqlar bu şəkildə yaza bilərsiniz. Ziyan xeyir hissəsini baxın belə yaza bilərsiniz. 52 manata, 180 manata bu formada yazmaq olur. Sonra 38-ci sual. 38-ci sualda deyir ki, A və B müxtəlif natural ədədlərdir. 11-də AB bərabərdir olarsa ən çox neçədir? Bunları bərabərləşdirək də ilk öncə. 11-də A vurulsun B bərabərdir. 11-də bunu qarşı kəsir, düzgün olmayan kəsirə gətirəndə 3 dəfə 11, 33, 3 də gələndə 36-dır. İndi mənə deyir ki, A vuraq B 36-nın deyir, qiyməti ən çox neçədir də A plus B-nin cəmi? Ən çox deyirsə, mən bura A-ya 1 verə bilərəm. B-yə də 36 verə bilərəm. Düzdürmü? Ki, cəm ən çox olsun. Bunların da cəmi eləyəcək 37 C variantı. 37-ci sualımıza A yazdıq. 36 adı. Aha. 37 C. 38 C daha doğrusu. 38 C. Ümid edirəm, hər kəs bunu başa düşdü. 39-cu sual. Aşağıdakı məlumatlara əsasən ədədi orta, moda, median və ən böyük fərqin cəmini tapın. Ədədi orta nədir uşaqlar? Bu ədədi orta yazıram. Bu ədədləri toplayırsan və sayına bölürsən. Düzdürmü? Gəlin, çox vaxt itirməyək. Siz hesablaya bilərsiniz. Mən burada kalkulatorla hesablayacağım. Çünki belə vaxtımız gedəcək. 16, üstə gələk 19, üstə gələk 20, üstə gələk 20, üstə gələk 22, üstə gələk 22, üstə gələk 23, üstə gələk 23, üstə gələk 35. 200 də nədir? Cəm 200 elədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Bölürəm 10-a. Bir dəqiqə. Bölürəm 10-a. Ədəd orta 20-dir. Sonra moda. Burada 1, 2, 3,
20 ilə 20. Bax, moda nədir? Ortada qalan ədədlərdir də, düzdürmü? 20 ilə 22, 42. Hə, 42-nin də yarısı 21. Modadır, mediandır, 21-dir. Və ən böyük fərq də, yox, burada moda ən çox təkrarlanandır. Ən çox təkrarlanan ədədimiz bizim hansı ədədimizdir? 20, 22, 23. 20, 22, 23. Bunların 20, 22, 42. Ha, ən çox təkrarlarımız 20'dir. 3 dənədir. Deməli, moda 20'dir. Median 21'dir. Baxın, ortadakı 2 dənəsini toplayır, yarıya bölürsən. Hər birində eyni saydadır. Ən böyük fərq isə ən böyük ədədimiz 32, 35'dir. Ən kiçik ədədimiz 16'dır. Çıxaq 9, 1. Modamızdakı ən böyük fərqimiz, buraya yazıram fərq, bərabərdir. Neçə qaldı? 19. 9, 2-dən 1, 1. Aha, indi mənə deyir ki, bu ədədlərin deyir, cəmini tapın. 40, 21, 61, 19 da burada 0, 80. B variantı. 39-cu sualımızın cevabı olacaq B variantı. Növbəti 40-cı sual. Deyir, 40 nəfərlik bir sinifdə 25 nəfər futbol, hangi futbol? Aha, Venn diaqramı çəkək. 25 nəfəri futboldur. Buraya yazıram. Bura futboldur. Bura voleyboldur. 25 nəfər futbol, 20 nəfər voleybol oynayır. Bu sinifdə hər kəs futbol və voleyboldan ən az biri ilə məşğul olarsa, yalnız bir idman növü ilə məşğul olanların sayı neçə nəfərdir? Neçə nəfərdir? Deyir ki, aha, bax, demir ki, bunlar həm futbol, həm də ki, voleyboldan istifadə edir. Sadəcə deyir ki, bu sinifdə hər kəs futbol və ya voleyboldan ən az biri ilə məşğul olursa, ən az birindən deyir, ortağı yoxdur deməli. Ona görə mən burada nə yazıram? 40 nəfərlik bir sinifdədir, düzdürmü? Ən azdır. Məsələn, bu sinifdə hər kəs futbol və ya voleyboldan ən az biri ilə məşğul olarsa, yalnız bir idman növü ilə məşğul olanların sayı neçə olar? Yalnız bir idman növü ilə məşğul olanların sayı, biz bunu necə tapaq? 40 nəfərlik bir sinifdir. 25 nəfər futboldur. 20 nəfər voleyboldur. Burada 40'dır. Baxın, 5'nə hər ikisindən məşğul olaq deyim. 20 də bunların hər ikisindən ayrı-ayrı məşğul olanlara verək. 25 nəfər futboldursa, bu 5 nəfər həm futbol, həm voleybola yazılsın. Ona görə 40-cıda olacaq cavabımız A variantı 40. 40-cıda A variantı. 41-ci sual. 41-ci sualda deyir ki, 2 natural ədədin cəmi 15'dir. Aha. Oxuya yazaq. 2 natural ədədin cəmi 15'dir. Rauf bu ədədlərdən birini 2-yə, digərini isə 3'ə vurub alınan ədədləri toplayır. Baxaq. 2 natural ədədin x plus y bərabər 15'dir. Rauf deyir, bu ədədlərin birini 2-yə, 2x üstə gələk, digərini 3'ə. 3y bərabərdir yenə 15'dir. Alınan ədədləri toplayın, ən çox hansı ədədi əldə edə bilər? Ən çox hansı ədədi əldə edə bilər deyirsə, məsələn, kiçiyin yerinə, ən kiçiyin yerinə 1 yazıram. X-in yerinə 1 yazsam, 2 dəfə 1, 2 əldə edə bilər. Ha, gəl bunu belə tapaq. Bax, bunu yazıb bu. Deyir ki, bu y-dir. 2y plus 3y. Ən çox deyirsə, mən bunu birinə 1 yaza bilərəm. Birinə də 14 yaza bilərəm. Düzdürmü? Ən çoxu soruşur. X-a 1
X'i 2 dəfə artırdığıma görə 2. Üstə gələk. 14'ü 3 dəfə artırdığıma görə eləcək neçə? 42. 42 ilə 2'yi də toplayanda eləcək 44. B variantı. Baxın uşaqlar, biz burada necə yazdıq? Deməli, 2 natural ədədin cəmi 15'dir. X plus Y bərabər 15'i yazdım. Və deyik ədədlərin birini 2'yə, digərini isə 3'ə vurub alınan ədədləri toplayırlar. Ən çox istəyirsə mən A-ya ən kiçik, B-yə ən çox verməliyəm ki, 14 olsun. Sonra A-yı 2'yə vursam 2, 14'ü 2'yə vursam 42, 42 ilə 2'yi də toplasam eləcək 44. Cavab B variantı. 42-ci sual. X, Y, Z və T müxtəlif rəqəmlərdir, müxtəlifdirlər. X bərabərdir Y plus Z plus T'dir. Buna görə 4 rəqəmli ədədin ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmi neçə olacaq? Bax, ən böyük mən X-a verə bilərəm. X-a verə bilərəm 9. Düzdürmü? 9. İndi 9'a elə ədədlər verməliyəm ki, bunların elə bir Y plus Z plus T'nin cəmi 9 olsun da. Mən verə bilərəm nə? 6, 2, 1. 9621. Düzdürmü? İndi ən kiçiyi deyəndə mən 3'dən başlamalıyam. Ən kiçiyi verəndə 210 verə bilərəm. Və bunların nəyini soruşur məndən? Cəmini soruşur. 1, 3, 8, 12. 12831 ədədi varmı? Yox. Deməli, haradasa səhv yazmışıq. 3, 2, 1, 0 ən kiçikdirsə, ən kiçikdirsə, baxın burada səhv yazmışam. Ən kiçikdirsə 0, 1, 2'dir. Görürsünüzmü? Ən kiçiyi mən 0'dan başlamalıyam. 3, 3, 6, 12. 12633 bu da yoxdur. Ən böyük deyir. Gəlin görək nəyə səhv yazmışıq. 9, 6, 2, 1, 9 eləyəcək. 7, 8, 8, 1, 0. Onlar da olur. %900 yaza bilərik. Müxtəlif rəqəmlərdirsə 8, 9 eləməlidirsə 1, 0, 0. 7'yə yazaq. Yox, 8 yazaq. 8, 9 eləməlidirsə 1, 0, 0. Yox, 8, biz burada 9 yazırım. 9, 9, 8, 1, 0. Hə, 3 də yazanda 0, 1, 2. İləcə 2, 2, 8, 12. 12822 A variantı. Bu da belə. 43-cü sual. 43-cü sualda deyir ki, bir kitabxanada 5 rəf və rəfdəki kitabların sayı verilmişdir. Hər rəfdə eyni sayda kitab olması üçün ən az neçə kitabın yerini dəyişdirməlidir. Bunun ədəd ortasını tapmaq üçün, baxın, 30'dan paylayaq. Gəl ədəd ortasını tapaq, görək neçədir bunların ədəd ortası. Ədəd orta nədir? Ümumi toplayıram və sayına bölürəm. Düzdürmü? Ümumi toplayıram və sayına bölürəmsə 18 plus 21 plus 24 plus 30 plus 22. 115'dir. Və 5 tane rəfsə 115 bölürəm 5'ə. 23. Hər birini 23'ə gətirməliyim. 23'ə gətirmək üçün 24'dən 23'ə gətirməliyim. 5'ini verməliyim. 30'dan 5'ini verirəm. 20 elə bil 30'dan verirəm 5'ini 23 eləyir. Düzdürmü? Biraz balacalaşdıraq. Lap balaca olmadı deyəsən. Hissə-hissədir. Bura 23 oldu. 5 dənəsini. Bax, 5 dəyişənini buraya yazıram. 5'ini çıxdım. Yerdə qaldı 25'i. 25'in də bu ikisini, bu 30'un 25'ini verdim 22'ye. Burada oldu 23. 2 tanesini verdim. Düzdürmü? 5, 2, 7. Burada oldu 23. Burada 24'ün de birini 23'e verdim.
Oldu 1. Deməli, neçə dənəsinin yeri dəyişib? 8 dənəsinin yerini dəyişdik. 44. Aha. Deyir ki, 5, 9, 12, 15, 23, 45 litrelik 6 bidondan 5'i günə baxan yağı və ya qarğıdalı yağı ilə doldur. Biri isə boşdur. Hər bir bidona bir növ yağ var. Qarğıdalı yağın ümumi miqdarı günə baxan yağın ümumi miqdarından 4 dəfə çoxdur. Boş olan bidon neçə litrlikdir? İndi elə bir cəm tapmalıyam ki, elə bir hissə cəm eləməliyəm ki, bu iki cəmin elə bil bu iki rəqəmlərin hasili cəmi 1 olsun, bir də kənarda qalsın. İndi baxaq. Deməli, mən nə yaza bilərəm? Hər ikisinin çəkisini nə yaza bilərəm? Orta olaraq gəlin ədəd ortasını tapaq bunların. Bunların da ədəd ortasını tapmaq olur. 5 plus 9 plus 12 plus 15 plus 23 plus 45. 109'dur. 2, 3, 4, 5, 6 dənədir. 109'u bölürəm 6'ya bölünmür. Mən bunun hərəsini neçə litrəyə gətirə bilərəm? Boş olan bidonun neçə litrlikdir? Hər birini 45'e gətirə bilərəmmi? 14, 12, 6, 26, 3, 49. 4 dəfə çoxdur deyir. Deməli 23'ün üstünə 45 yanında 8, 68 edir, düzdürmü? İndi 5, 9, 5, 9, 12, 15'i də toplayaq. Görək neçə eləyir? 14, 26, 15 dəqiqəndə 1, 30, 41. 41, 68'in 4 dəfə çox deyil. Deməli, düzgün yazmalıyıq. Neçə növ yağ var? 15 ilə 45'i toplasam eləcək 60, düzdürmü? 60'dan 4 dəfə kiçik 15. On dört, 15, 9, 29. Yaxından baxaq. Deyir ki 5, 9, 12, 15, 23, 45, 56 bidona 5 günə baxan yağı. Hər bidonda bir növ yağ var. Qarğıdalı yağın ümumi miqdarı günə baxan yağın ümumi miqdarından 4 dəfə çoxdur. Beş, 9, 14, 12 gəndə 26, 26'yı 4'ə vururam. 10, 24 kağıda 94 edir. Gəlin variantlarla işləyək. Variantlarla işləsək deyir ki, boş olan bidon neçə litrdir? Boş olan bidon deyəndə 5 litreyi boş götürərik. Qalacaq 9, 12, 15, 23, 45. Və deyir ki, hər bidonda bir növ yağ var. Qarğıdalı yağın ümumi miqdarı günə baxan yağının ümumi miqdarından 4 dəfə çoxdur. Biz bu 5'i çıxartmışıq deyək də, variantla işləyirəm. 5'i çıxardandan sonra elə variantdan götürməliyəm ki, mən burada alım nə? Mən burada almaq istəyirəm ki, bunların cəmi bərabər olsun. Ona görə deməli 57 45 ilə 12'ni toplasam 12'ni toplasam 7, 57 12 ilə 45 çıxsam sonra 23'ün üzərinə 15 gəlirəm 8
30, 38, 9 ayağına 47 edir. Aha. Yəni ümumiyyətlə 4 dəfə çoxdur. 4 dəfə çoxdur deyəndə 46, 45-in üzərinə 9 gələndə 60, 54 eləyəcək. 54 4-ə bölünmür. Cəminin 4-ə bölünməsi lazımdır. 12 8 38, 38'in üzerine de 12, 20, 45 mi gelsək? Yox. 38'in üzerine de gələk. Qırx beş, 12, 13 bir yadda, 4, 8, 83. 83 bölünmür. Bu suala sonradan baxarıq. 45-ci suala. 45-ci sualda deyir ki, kvadratların daxilinə tək rəqəmlər yerləşdiriləcək. Aha, tək rəqəmlər yerləşdiriləcəksə, mən burada yaza bilərəm ki, 3, 3, 6-dır. 9 çıxaq 3, 6'dır. İndi burada deyir ki 6 çıxaq 3, 3'dürsə 1 vuraq 3'dür. Mən nə deyir? Buna görə eyni anda kvadratlara yerləşdirici rəqəmlər müxtəlif olanların cəmi ən az neçədir? 3, 9 və 1. Eləyəcək 13. 13, 14. Düzmü deyirəm? 9 var, 3 var. Rəqəmlərdən müxtəlif olan cəmi ən az neçədir? 4, 13 deyir axı. Peki 6'yı da tapaq. Toplayaq. 3, 3, 6, 9 çıxaq 3, 6, 1 vuraq 3, 6 çıxaq 3, bərabər də 6'dır. Aha. Yəni eyni kvadratlar, eyni anda kvadratlara yerləşdiriləcək rəqəmlərdən müxtəlif olanların cəmi ən az neçədir? 3, 9, 1, 12, 13. Amma 13 cavabı yoxdur. Bəlkə fərqləri də qoyaq. 1, 3 falan qoyaq. Gəlin görək. Bura 1, 3 qoysam bura 4 eləyəcək. Bura 4 eləsə 5, 1. Düzdürmü? 5 çıxaq 1. Bura 4 eləsə 1 dirsə, baxın. 1 dirsə 1, 1. Yaxşı olsun. 5, 3, 1. Olsun 9. A variantı. 50-ci, yox hələ 50-dir. 46-cı sual. 46-cı sual deyir, 40 nəfərlik bir qrupda 40 oğlan tələbə var. 60 nəfərlik qrupda. Ümumilikdə qrupun 40% əla qiymət almışdır. Aha. Deməli, ümumilikdə 60 nəfərin 40'ı oğlandırsa, 20'si qızdır. 60 nəfərin 40% əla almışdır. 60 vuraq %40. O deyəcək 24. 24 nəfər əla alıbsa, oğlan tələbə varsa, bunun bax 60 nəfərlik qrupda 40 dənə oğlan tələbə varsa, 20 dənə də qız var. Düzdürmü? Buna görə ən az neçə oğlan tələbə? 24 şagirddən 20 dənə qızı çıxıram ki, oğlana yer qalsın. Olacaq 4 dənə. Ən az 4 dənə şagird ən az əla qiymətini alır. Sonra 47-ci sual nə deyir? ABCD 4 rəqəmli bir ədəddir. Bu ədədin rəqəmləri 3, 5, 7, 9'dur. Bu ədədi tapmaq üçün 4 təxmini irəli sürülmüşdür. İkinci təxmində yalnız C rəqəminin yeri və özü doğrudur. İkinci təxmində. Digər təxminlərdə isə heç bir rəqəmin yeri doğru olmadığına görə ABCD'yi tapın. Digər təxminlərdə heç birinin yeri düz deyilsə,
Deməli birinci. Bu birinci üçlərə əsasən birinci 3 gəlmir. 7'lərə əsasən də deyə bilərəm. 7 düzgün yerdədir. Ortadadır. Nə ikincidir, nə sonuncudur. Heç bir rəqəmi yer doğru olmadığına görə. 5. 5 əvvəldə də gələ bilər. Bəli, 9 sonda gəlmədiyinə görə 9 əvvəldə gəlir. 9, 7, 3, 5 sonda gəlmədiyinə görə budur. C bəndi. Baxın uşaqlar, diqqətlə qulaq asın. Mənə deyir ki, C variantında C deyəndə ikinci təxmində C qiyməti düzgün yazılıb. Mən buna əsasən deyir, digərlərində heç bir rəqəmi yer düz deyil. Mən birinci 3, ikinci 3'ə əsasən qarşıda 3 yazmadım. Düzdürmü? Sonuncu 5'ə əsasən sonuncu 5 də yazmadım. D variantı getdi. Sonra 7'ni tərpətmədim. 7 ortada ikinci ədəd kimi olmur da, sonuncu ədəd kimi də olmur. 7 ortada olduğu kimi qalır. Deməli C ədədimiz 7'dir. 9 baxın burada sonda deyə deməli sonda olmur. Ona görə sonda olan 9'u çıxdım. Y düzgün yerindədir. İndi 3 baxım görüm sonda varım. Burada variantıdır. 3 sonda yoxdur, sona yaza bilərik. 7 olduğu kimi qalır. 5 ilə 9, burada 9 əvvəldə deyə olmur. A variantı olacaq. Şifrələr mövzusuna oxşayan bir mövzudur. 48-ci sual. Çoxluqdur. A çoxluğu B çoxluğuna verilmişdir. Bu çoxluğun hər birində elementlərin bir dəfə istifadə etmək şərti ilə A çoxluğunun elementləri yazılan 2 rəqəmli 2 natural ədədin fərqinin ən kiçik natural qiyməti n-dir. Aha. 2 natural fərqinin ən kiçik natural ədədi n-dir. B çoxluğunun elementləri yazılan 2 rəqəmli 2 natural ədədin cəmi ən çox m-dir. Ən çox deyir. Aha. Buna görə m plus n tapın. A çoxluğunun elementləri ilə yazılan çoxluğun 2 natural ədədin fərqinin ən kiçik natural qiyməti. Ən kiçik natural qiymət deyirsə çıxanda bizə ən kiçik verməlidir. 3 çıxaq 1. Eləcə 2. B çoxluğunun elementləri yazan 2 rəqəmli 2 natural ədədin cəmi ən çox verməlidir. 8 plus 6. Sevgili 14. Mənə nəyi soruşur? Bunların nəyini? Yox, belə bir şərt deyil. Deməli, A çoxluğunun elementləri yazılan 2 rəqəmli 2 natural ədədin fərqinin ən kiçik natural qiyməti. Aha, 2 natural yanaşı yazılan 2 natural ədədin fərqidir. Ən kiçik 13. Yox, qoy yazım. 57 çıxaq 13. 4, 44. Burada elədi 44. Ən çox. Veya da 2 rəqəmli 2 natural ədədin cəmi. Aha, 2 rəqəmli deyir. Ən çox deyir. Ən çox deyirsə 80. 4. 62. Ən çox deyir də cəm olaraq. 6, 146. 146'nın üzerine 41, yəni 7, 8, 187. Yenə isə səhv yazdım. Deməli, uşağa 50 dəqiqə bu video üçün bəsdir. 48-dən 60'a qədər də bir video çəkib kanalımıza yükləyəm. İndi 48'ə qədər cavablarımız nə yazdıq? 47 oldu A, 46 oldu B, 45 oldu A, 44 oldu. 44'e bakmadık. 43 oldu. D. Все. Növbəti videomuzu inşallah sabah sizlərlə çəkib yükləyəcəm.